Azərbaycanda gənclərin problemi nədir? Mentalitet. Mentalitet, təhsil problemləri var məncə. Uşağın problemləri. Qız uşağısan, yubka geyinə bilmərsən, qız uşağısan, oxuya bilmərsən, qız uşağısan, qız uşağısan, qız uşağısan. Çox təəssüf ki. O başlığın altında çox şey var. Hə? Bəs yaxşı, bizim bu indiki gənclik 15 il əvvəlki gəncliklə nə ilə seçilir? Məncə geyim tərzi, saç tərzi, özümüzü aparmaq tərzimiz. Tərimizi bilməyimiz. 15 il əvvəl məncə heç kimsə haqqını bilmirdi deyə daha içinə atırdı, daha danışa bilmirdi, daha səssiz idi. İndi bax bizim daha belə cəsarətli, daha belə açıq sözlü olmağımız qıcıq verə bilər də. Hətta verə bilər. Qız uşağı heç belə deyək də kamera qabağında heç nəsə danışa da bilmir. Üzü yolu olar. Bəli, üzü yolu olar. Qız uşağı baş uşağı olar. Olmaz. Sorry, başımız yüksəkdir. Bəli. Qız uşağının cehizi məncə onun diplomudur. Onun üçün məncə qız uşaqları oxumalıdır ki, onun belə deyək, cehizi onun diplomudur. Çox sağ olun uşaqlar, çox əla.